Salam əziz tələbələr. Mən Master 1 Tədris Mərkəzinin İngilis dili müəllimi Yusif Süleymanov. Bu videoda sizlərə 2025-ci il 9 mart tarixində Master 1 Tədris Mərkəzində həm onlayn, həm də ənənəvi formada keçirilmiş ümumi sınaq imtahanı 1-də istifadə olunan İngilis dili suallarının izahını təqdim etməyə çalışacağam. İlk öncə hamının bildiyi kimi ilk 5 sual tələbənin dinləmə qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Mən dinləmə suallarını ən sonda izah edəcəm. Birbaşa başlayırıq mətn və onun suallarını. Ümumiyyətlə, mətni işləmək bir neçə yol var. Hər tələbə özünə ən uyğun, ən münasib yolu seçir. Amma mən tələbələrimə öyrətdiyim bir yol var, hansı ki, həmin yolla siz hər mətndə 3-4 dəqiqə qabağa düşə bilərsiniz. Ki, biz standart şəkildə öyrəşmişik, mətni tam tərcümə edirik, sonra suallara baxırıq. Bu yolla biz mətni tərcümə eləmirik. Bir var mətnin bütün hamısını tərcümə edəsən, bir də var ki, sənə lazım olan yerləri tərcümə edəsən. Bəs nə edirik? Ümumiyyətlə, mətni görən kimi 2 dəqiqə ərzində bütün mətnə baxırsınız. Baxın, mən məsəl üçün necə baxırsınız? Məsələn, 152 buradadır. Məsələn, bunun məğzi buradadır. Bütün sətrlərə baxırsınız, bütün sətrlərə. 152 məsələn buradadır. Məsələn, covered buradadır. Məsələn, certify buradadır, məsəl üçün deyirəm. 2 dəqiqə ərzində baxandan sonra, baxın, yenə deyirəm, tərcümə etmirsiniz, sadəcə baxırsınız. Və baxmağın məqsədi nədir? Məsəl üçün, bilin ki, 2009 burada idi. Fill sözü, məsəl üçün, buradadır. Nə bilim mən, BA sözü buradadır, məsəl üçün deyirəm. Baxandan sonra artıq göz yaddaşı deyə bir şey var. Artıq növbəti mərhələlərdə siz həmin göz yaddaşınızdan istifadə edə bilərsiniz. 2 dəqiqə baxdınızmı? Keçirsiniz suallara. Baxın, və sualda biz keyword-ü tapmalıyıq. İndi keyword-ün Azərbaycan dilində tərcüməsi nədir? Açar söz deməkdir. Bəs açar söz nədir? Baxın, biz elə bir söz tapmalıyıq ki, sualda. Həmin söz mətndə minimum 1, maksimum 2 yerdə istifadə olunsun. Yəni 3-4 dənə yerdə istifadə olunmasın. Niyə görə? Çünki biz həmin sözlə gedib sualın cavabını tapasıyıq. Məsəl üçün burada, məsələn 6.1-də Peter Burkle sözü məsəl üçün keyword ola bilməz. Niyə görə? Çünki mətndə bir neçə yerdə istifadə ediblər bunu. Yəni bu uyğun gəlmir. Yedim mən bir neçə yerdən tapası deyirəm ki, cavabı. Amma siz baxsaz burada investigation sözü var. Hansı ki mətndə sadəcə bir yerdə istifadə olunub. Investigation sözü. İndi burada tələbə nəyə diqqət etməlidir? Gedir investigation sözünü tapır. Bir dəfə baxı-baxı göz yaddaşı deyə bir şey var. Gəlir görür ki, həqiqətən investigation burada yazıblar. Deməli cavabımız hardadır? Elə buradadır. Nə yazır burada? Deyir ki, British, indi həmin cümləni tərcümə etmək lazımdır. British Airways didn't allow him to talk about the event until the official investigation was finished. Bəs o British Airways avia şirkəti belə deyək də, ona deyir, bəs həmin hadisə haqqında araşdırma bitənə qədər nəsə danışmağı eləmişdi, icazə vermir, yəni qadağan eləmişdi. Gözəl. Həqiqətən gəlin görək. Burada until nə deməkdir? Kimi dək deməkdir. Məsələn, till-in də sinonimdir, eyni mənada istifadə olunur. Gəlirəm bura, baxıram burada həqiqətən eyni cümlə yazıb, bax deyir ki, hətta bir söz deməyə belə icazə vermirdi. Nə vaxtda kimi? Həmin investigation, yəni araşdırma bitənə kimi. Yəni bu nə olur? True. Sadəcə tələbə nəyi bilir? Məsələn, burada conclude sözü orada finished sinonimidir. Bir də bunu deyiməzsə, ümumiyyətlə indidən özünüzdə ölçü götürün. Məsələn, biz tələbələrə hal-hazırda kurs olaraq bütün tələbələr sinonim üzərində işləyirik. Çünki birinci imtahanda yəqin fikir verdi, sinonimlərə çox vurğulanmışdı, yəni çox toxunulmuşdu. Listening-də, reading-də ki, hansı ki, belə deyək də, yuxarıda sözü yazır, məsələn, important yazır, aşağıda, məsəl üçün, belə deyək də, crucial sözünü götürür. Artıq tələbə importantın sinonim olaraq crucial bilsə, məsələn, cümlədə, mətndə gördüyü sözlə gəlib sualı uzlaşdıra bilər ki, bax, burada crucial, burada nə yazıb? Important yazıb. Yəni, bu artıq tələbənin evdə daha çox çalışmasından irəli gələn bir şeydir ki, daha çox mətn işləyib gözünü daha çox öyrəşdirməlidir suallara və sözlərə. Və sinonim bazası tələbənin həqiqətən yüksək olmalıdır. Bu sizə reading-də də, listening-də də, writing-də də kömək edir. Yəni, bunu özünüz birinci imtahanda nə ediniz? Fərqinə vardınız. Yəni, bacardığınız qədər sözlərin sinonim bir yerdə öyrənin. 6.2-yə baxıram. 6.2-də bizə yol göstərənsiniz. 152 söz də deyə bilərsiniz. Risky decision da deyə bilərsiniz. İndi burada nə deyir? 152 də sərnişin deyir. Yaralandı deyir. Got injured. Nəyə görə? Riskli qərara görə. Gəlirəm bura. Görürəm burada risky sözünü elə burada yazıb. Olduğu kimi risky choice. Choice decision sinonimidir. Gördünüzmü? Yenə sinonimdir. Baxın, burada görə yazır. Deyir ki, it was risky choice. O deyir, nə idi? Çox riskli bir seçim idi. But it worked. Amma işlədi, işə yaradı. Bütün dil sərnişinlər deyir, ciddi yara olmadan deyir, nə edilər? Sağ qaldılar.
Amma burada yazır ki 152 dənə sərnişin eləmişdi. Bəs belə deyək, yaralanmışdı. Əlbəttə ki, nədir? False-dur. Görürsünüz, bir dənə sözə görə gedib tapırsınız cavabı. Yəni burada artıq bir başqa özündən Amerika kəşf etməyə ehtiyac yoxdur. Hətta bunu biraz söz bazası olan tələbə də, sinonim bazası olan tələbə də rahat şəkildə həll edə bilər, yəni. Fərqli bir şey yoxdur. Keçək 6.3-ə. 6.3-də uşaqlar, baxın, indi burada real hero, Coward, John Coward sözü məsələn mətndə 2 dənə yerdədir. Əslində gedib onunla da tapa bilərsiniz. Amma burada qəzet sözü məsəl üçün bizə daha çox yol göstərir. Niyə görə? Çünki mətndə bir dənə yerdə newspaper sözündən istifadə edir. Gəlin gedib tapaq newspaper sözünü. Zaten o nə idi? Sinonimidir. Bəzi deyir, some newspapers used this story to tell more copies, but calling John Coward the real hero. Bəs onun hekayəsi var idi də. İndi mətnə baxanda özünüz də biləsiniz ki, o istifadə eləmişdi. Gəmini belə deyək də, təyyarəni o uçurdurdu. Əsas belə deyək də, təyyarənin sürücüsü qanadlarda nəsə düzəltmə, təmir işləri aparanda. Sonra dedilər ki, bəs əsas sürücü donmuşdu falan filan. Yəni əsas qəhrəman nədir? O idi və bu hekayədən istifadə edərək qəzet deyib çoxlu dinləmişdi. Bəs kopyalar, yəni çoxlu belə deyək də, dərcilik satmışdı nəşrləri. Necə satırdı? Cover'da, John Cover'da. Real belə deyək də, qəhrəman kimi qələmə verərək. Amma gəlib bura baxsaq uşaqlar yazıb ki, bəzi qəzetlər scared of, afraid of kimi, yəni qorxurdu deyir. Həmin deyir John deyir Cover'da real hero, yəni real hero. Yəni onu əsl qəhrəman kimi qələmə verməyə qorxurdu. Amma orada deyir ki, qələmə verib nəmişdilər? Çoxlu o nüsxəsini satmışlar. Ona görə nə olur? False. Davam edirəm. 6.4-də bizə yol göstərəsiniz, flap sözüdür. Sonra adjust sözüdür, mətndə bir yerdədir. Land the plane olduğu kimi. Deyir ki, Berkeley'in həmin seçimi gedib o qanadları düzəldir də təmir eləyib, belə deyək. Orada bəs deyir ki, onu daha rahat şəkildə, təhlükəsiz şəkildə təyyarəni yerə endirməsinə gətirib çıxartdı. Baxıram görüm həqiqətən bu düzdürmü? Baxsaq siz burada flap sözü də buradadır, flap. To help them land safely. Yəni deyir ki, onun deyir, bax adjust da yazıb burada. Həmin qanadları tənzimləməsi, həmin təyyarənin rahat şəkildə, təhlükəsiz şəkildə yerə enməsinə, yəni eniş etməsinə gətirib çıxardı. Olur nə? True. Yəni fikir verirsiniz, bax biz 6-cı suala baxmaq üçün 2 dənə, 3 dənə yerdə tərcümə apardıq, işlər apardıq ancaq. Yəni 6-cı sual rahat şəkildə həll edə bildik. Yəni bu üslubla ən azı siz, ən azı 6 və 11-ci suallar rahat şəkildə, yəni bir neçə dəqiqə ərzində həll edə bilərsiniz. Yəni çox böyük bir problem deyil. 7-ci suala baxıram. Bizdən cümlələrin tam olmasını istəyir. Əlbəttə bu bizə bal gətirən sualdır. Niyə görə? Cümləni tapıb davamı gətirməliyik. Deyir ki, bəs həmin deyir avia şirkət deyir, reward nə deməkdir? Mükafatlandırdı. Həmin cabində o belə deyək də, cabin crew nədir? Orada işçi heyət. İşçi demək, onun belə deyək də, idarə etmə heyətini. Çünki bax, and the pilot, həm də deyir pilotları deyir bəs mükafatlandırdı. As-in nə mənası? Çünki mənası. As-dir, since-dir, because-dur. Bunların çünki mənası var. Yadda saxlayın. Üçünün ortaq mənası var. Çünki. Bəs nə etmişdir əlbəttə ki? Zaten bu çox rahatdır, çox aydındır. Deməli uşaqlar, burada mükafatlandırma yeri buradadır. Baxsaz bax buradadır. Bax, görün yaz burada. The report confirmed that the pilotların o fəaliyyətləri bütün deyir sərnişinləri nədir? Xilas etmişdi. Həmin o araşdırma apardılar, araşdırma nəticəsi idi bu. Və həmin o avia şirkət onları nə edir? Bəs mükafatlandırır. İndi mükafatlandırmasının səbəbi əlbəttə ki, nə olur? Bütün insanları belə deyək də xilas etməsi olur. Cavabımız nə olur əlbəttə ki? A variantı, yəni olduğu kimi qeyd olunur. They saved the lives of the all on the board. Yəni o göyərtədə olan hamının həyatını etmişdi, xilas etmişdi. Rahat şəkildə eləyə bilərsiniz, tapa bilərsiniz. Davam edirəm. Keçirəm 8-ci suala. Bizdən deyir ki, bəs həmin jurnallar deyir, bəs onun hekayəsini necə izah edir? Deməli, belə bir şey var uşaqlar. İndi jurnallar olan yerə baxırıq. Biz jurnalları da bu newspaper da deyə bilərsən, sən qəzetlər kimi də deyə bilərsən. Orada belə bir şey var mətndə, həmin qəzet olan yerdə bir dənə diqqətlə baxsaz. Baxın bu hissədə bir dənə diqqətlə baxın.
Deməli yazıb ki, they also wrote, həmçinin onlar deyir, həmin deyir Berkeley deyir, bəs şəxsi həyat haqqında danışırlar. Deyirlər ki, playboy olub, biraz etik bir söz deyil və belə deyək də, in the past həmçinin nə olub? Bəs varlı bir playboy olub, belə deyək də, həyat haqqında danışırlar. Biraz qeyri-etik şəkildə danışırdılar, həmin qəzetlər. Ki onu biraz qeyri-qəhrəman kimi, anti-qəhrəman kimi qələm versinlər. İndi baxsaz orada onun həyatı haqqında danışması, baxın buradadır. By focusing on his past life, yəni keçmiş həyatı haqqında, calling it nə? Unethical, yəni playboy adlandırırdılar. Camımız olduğu kimi D variantı burada qeyd olunub. Baxın, ailəsi haqqında məlumat paylaşmırdılar. Incompetent səriştəsiz deməkdir uşaqlar. Unskilled sözünün sinonimidir. Nə bilim mən bacarıqsız deyə tərcümə edirsiniz, əlaqəsi yoxdur. Bəs deyirlər ki, günahkar deyil, əlaqəsi yoxdur. Elə bir şey demirdilər. Bəs by giving information about injured passengers. O yaralanmış belə deyək də, sərnişinlər haqqında məlumat verərək elə bir şey yoxdur. Orada siz personal life deyəndə elə past life-ın belə deyək də götürüb yaza bilərdiniz. Bir də playboydan gəlib unethical sözünə gəlib çıxa bilərdiniz. Cavabımız nə olur? D variantı. Fill sözün mənası bildiyimiz yanacaq demək uşaqlar. Yanacaq da əlbəttə ki, nə edir? Bax, məsələn deyək ki, A variantında. Machine that. Bax, yanacaq maşın deyil. Yəni maşın deyəndə orada motoru falan nəzərdə tutur, deyil. The substance used. Bax, bir belə deyək də, maye halında bir şey, nəsə belə deyək də, used to power the airplane's engines. Bəs təyyarələrin o motorlarını demək, gücləndirmək üçün istifadə olunur. Məsələn, B variantı yanacağa uyğun gəlir. Çünki yanacaqdan istifadə edir, ya motorlar nə edir? Çalışır. C-də deyir ki, causing a blockage. Deyir, bəs indi orada bir dənə söhbət var idi, buz olmuşdu, buz suyu belə deyək də benzini çatmağa qoymurdu. İndi burada o buzun definitionu veriblər. Deyir ki, bəs fuel-ı, yəni o yanacağı motora çatmağa qoymur. Yəni o əlbəttə ki, fuel-ın definitionu deyil. The fuel system, bax, sistem deyirsə qutardı. Çünki o sistem deyil. Ability to manage, idarə etmə qabiliyyəti, əlbəttə ki, əlaqəsi yoxdur. Keçəm 10-cu suala. Birinci sualda deyir ki, bəs o BA şirkəti üçün necə işləyib? İndi bu biraz müəmmalı sualdır, amma burada bir şeyə diqqət edəndə rahat şəkildə artıq hər şeyi ortaya çıxara bilirsən. Baxın, burada əgər baxın, Berkeley left, bu BA-yi burada yazmasa o sualda problem olardı ki, bilmirik bəs 25 il mən bəlkə BA-yi işləməyib başqa yerdə işləyib. Məsəl üçün, indi bilirəm, çoxunuzun başında, yəni beyində bu sual var ki, bu 25 il burada işləməsi düzdürmü? Baxın, bu BA-yi burada yazmasa, hə, okey, razıyam sizdən ki, o 25 il belə deyək də, orada işləməyib. Amma burada BA-yi yazırsa cümləyə, bu o demək ki, 25 il orada işləyib. Və 25 ildən sonra nə edir oran? Tərk edir. İndi bizdən sual verir. Deyir, nə qədər müddət orada işləyib? Əlbəttə ki, o sualın cavabı nə olacaq? 25 il. Rahat şəkildə tapa bilərsiniz. Davam edirik. Baxırıq ikinci suala. Deyir, nə üçün deyir? Həmin deyir, o şirkət deyir, ona Berkeley deyir. Nə deyir? Refuse nə deməkdir? Geri çevirmək. Support, yəni dayaq olmağı geri çevirmişdir. Orada mətndə belə bir yer var. Berkeley deyir ki, bəs onu belə deyir, dəstəkləsin deyir. Baxın, bəs xəyanət edilmiş hiss olunur və deyir ki, həmin deyir, şirkət onu dəstəkləsin. But they refused. Amma deyir, onlar neynədilər? Geri çevirdilər. Baxın, geri çevirdilər sözündən sonra artıq da başqa bir cümlə başlayır. Standart başqa bir cümlə başlayır. Yəni, why-ın cavabı orada olmalı idi. Ki, növbəti cümlədə yazmalı idi ki, okey, onların da şübhələri var idi, məsəl üçün. Cavab belə ola bilərdi. Amma burada tamamilə fərqli bir cümlə başlayır. Ona görə why-ın cavabı ola bilməz. 3-ə baxıram. Bəs deyir, o deyir, oradakı heyətlə necə yola gedirdi? İnşallah, okey, indi bir deyə bilərsiniz ki, onlar arası falan yaxşı idi, amma orada elə bir şey yoxdur axı. Necə yola gedirdi deyə bir şey yoxdur. Heyətlə pis idi mi arası, yaxşı idi mi, belə bir şey yoxdur. Ona görə bu nədir? Yanlışdır. 4-ə baxıram. Bəs deyir ki, həmin deyir, belə deyək, şirkət deyir, şu heyəti. Nə vaxt deyir, rumorlar, yəni belə deyək də, o dedikodu deyək də, dedikoduları yaymağa başladılar. Burada belə bir cümlə var. Əslində V-nin cavabı biraz nisbi olur həmişə, ona diqqət edin. Baxın, olduğu kimi gossipingi burada yazıblar. Started gossiping, qeybət eləməyə başladılar deyə həmin deyir, o şirkətin dinəyi, o işçiləri. Soon after the accident. İndi sual verir, nə vaxtdır? Nə? Qəzadan tezliklə sonra, yəni biraz sonra kimi tərcümə olunur. Yəni V-nin cavabı olanda həmişə il axtarmırsınız uşaqlar.
Məsəl üçün mən deyirəm ki, uşaq vaxtı dondurma yeyirdim. Sual verirlər mənə. Nə vaxtı dondurma yeyirdin? Deyirsən ki, uşaq vaxtı. Burada da venin cavabı var. Sonra məsəl üçün deyirəm ki, mən dərs yazanda kimsə səs saldı. Nə vaxt səs saldı? Dərsi yazanda. Yəni feili bağlama tərkibi də venin cavabı ola bilər. Standart rəqəm olmayan bir şey də venin cavabı ola bilər. Sadəcə orada zaman qavramı olsun. Dəqiq bir şey axtarmırsınız. Bura bakalavr deyil. Yəni burada venin cavabı nə olur? Soon after nə? Həmin qəzadan sonra. 4-cü cavab var. 5-ə baxıram. Bəs də yəni həmin araşdırma nə qədər davam edir? Orada deyir araşdırma davam edir. Sonrası yekunlaşdırdılar, sonlandırdılar. Amma onun vaxtını bizə yazmır. Ona görə cavabımız nə olur? 1 və 4. Bu oldu bizim birinci mətnimizin izahı. Əlbəttə ki, ikinci mətndə artıq da siz sistemi, üslubu bilirsiniz. Eyni qaydadan davam edir uşaqlar. Burada çətin bir şey yoxdur. 11.1-ə baxıram. Deyir ki, bəs deyir, o tez-tez, often sözünün sonudur. Tez-tezi sosial məsələlərə və kasıblıqdır, injustice bunlara deyir. Belə deyək də, müraciət edirdi öz əsərlərində, öz yazılarında. Okay, bizə yol göstərəsiniz poverty sözlü uşaqlar, injustice, social issues, hamısı yol göstərir bizə. Gəlirəm bura. Burada olduğu kimi yazıb baxın uşaqlar. Yazıb ki, bax social issues, poverty, injustice olduğu kimi yazıb. Həqiqətən burada da yazıb ki, bəs kitablarında bu məsələlər, yəni sosial məsələlərdir, kasıblıqdır, ədalətsizlikdir. Bunlara nə edirdi? Toxunurdu. Əlbəttə ki, nə olur? True. Baxın, bir dənə şeylə gedib tapırsan. Yəni başqa bir şeyə ehtiyac yoxdur. Davam edirik. Keçirik 11.2-yə. Deməli burada bizə yol göstərərsiniz exile sözlü uşaqlar. Exile sözüdür. İndi exile sözü sürgün deməkdir. Exile. Belə deyək də, deyir, baxın Victor Hugo deyir, sürgündə deyir Fransada oldu. Nəyə görə? Onun siyasi inanclarına görə. İndi görək exile sözü gedirəm tapıram, baxıram burada. İndi görün burada nə yazıb uşaqlar? Yazıb ki, bəs hökumət onu deyir, Fransanı tərk eləməyə məcbur eləyir. Uşaqlar baxın, Fransanı tərk eləməyə məcbur eləyir. Yəni bu Fransadan başqa ölkələrə gedir. Başqa ölkədə gedir, yaşayır. Həmin sürgün məsələsinə görə, yəni Azərbaycanda olan mühacirət məsələsi. Başqa gedir o ölkədə yaşayır. Gedir yaşayır, amma demək Fransada yaşamayıb da, Fransadan bunu sürgün eləyiblər. Fransadan çıxarıblar. Bu tələbə burada diqqətli olmalıdır ki, bu Fransada yox, başqa ölkədə yaşayıb sürgünə görə. Ona görə nə olur? False olur. 11.3-də uşaqlar burada belə bir şeydir. Deyir ki, bəs o deyir poeziyasına, belə deyək də poetry. Mətndə heç bir yerdə, heç bir hissəsində bəs onun gedib mətnə baxsaz, bəs qeyd edilir ki, o daha çox nəyinə görə? Baxın, poemalarına, o şoularına, tamaşalarına, hekayələrinə görə tanınır. Yəni poeziyasına görə belə deyək də, şeiriyyatına görə tanınır. Ona görə nə olur? False olur. Yəni onun tanınmasının əsas səbəbi belə deyək, novellərə falan olub yəni. 11.4-ə baxıram. 11.4-də deyir uşaqlar, onun deyir novellaları. Bəs well not well received nə deməkdir? Yaxşı qəbul olunmurdu. Onun həyat dövründə. Həqiqətən biz bunu düzdür. Siz insanlara görə götürə bilərsiniz ki, çox oxuyurlar, bəs məşhur idi. O başqa məsələ. Amma burada belə bir şey var. Yəni onun yazıldığı bir cümlə var, qeyd olunur hansı ki olduğu kimi. Bəs baxın, deyir ki, Fransa deyir hökuməti onun deyir ideyalarını nə etmədilər? Qəbul, yəni xoşlamadılar. Xoşlamadılarsa əlbəttə ki, yaxşı qəbul olunmur və ona görə də onu nə edirlər? Sürgün edirlər. Yəni bu cümlə üzərindən gedib, həmin ikinci mətni edə bilərsiniz. Cavabını true əlbəttə ki, qeyd edə bilərsiniz. Davam edirik. Keçirik 12-ci suala. On-ikinci sual ümumiyyətlə standart şəkildə quruluşu nədən ibarətdir? Bu tip suallarda siz ikinci, yəni həmin abzasda ikinci və üçüncü gedib, belə deyək də, sətrə diqqət etməlisiniz. Daha doğru cümləyə. Çünki ikinci və üçüncü cümlələr bir-birinə əlaqəli olurmuş. Gedirəm, baxıram ikinci cümləyə. Görə nə yazıb? 1851-ci ildə hökumət deyir, onu niyə deyir? Fransanın tərk etməsinə məcbur elədi. Çünki ideyalarını xoşlamırdılar. Bax, bununla əlaqəli bir cümlə olmalıdır. Ümumiyyətlə və bu tip suallarda, məsələn, ona A variantına baxıram, deyir 1802-ci anadan olub. 1802-də anadan olmasını burada qeyd edib. Yada saxlayın, başqa bir abzasın cümləsi heç cür şəkildə gəlib, növbəti abzasın bir başlığı ola bilməz. Yəni biz elə bir cümlə yazmalıyıq ki, ümumiyyətlə mətndə istifadə olunmasın. Sonra, baxın uşaqlar, bu politika məsələsi var.
Politika məsələsini burada qeyd edilir. Politika məsələsi, siyasət məsələsi burada qeyd edilir. O da başqa bir abzasın cümləsidir. Gəlib artıq cümlə ola bilməz, yəni növbəti abzasda. S qalasın D-də deyir ki, bəs böyük deyir yazarlardan biridir, kim xatırlanır. Yəni bunu zaten bütün mətn bundan ibarətdir. Baxın, burada olduğu kimi də qeyd ediblər bunu başqa bir abzasda. Yenə gəlib götürüb bunu bura qeyd edə bilməzsiniz. Ona görə D səhvdir. Yedidir ki, bəs novellardan əlavə olaraq, onlardan ayrı olaraq, həm də poemalarla tamaşalar falan da yazıb, belə deyək də. İndi gəlirsən bura. Bu cümləni burada olduğu kimi qeyd ediblər də uşaqlar. Baxın, burada olduğu kimi qeyd edirlər bunu. Yəni mən burada olan bu cümləni gətirib yaza bilmərəm. Yəni belə çıxıb da, bu variantlara çıxıb, C variantına gələ bilərdiniz ki, Hugo çoxlu challenge, yəni çətinliklərlə üzləşib həyatı boyu. Sonra izah edir bax ikinci cümlədə. Bir çətinlik nə idi? O siyasi inanclarına görə onu nə etmişlər? Fransadan belə deyək də sürgün eləmişlər. Bax bir çətinliyi yavaş-yavaş nə edir? İzah edir. Cavab olur nə? C variantı. Davam edirik. Növbəti suala baxırıq. 13-cü sualda deyir ki, bəs həmin onun deyir, belə deyək də, Səfirlər, Notre Dame, bunlar deyir nəyinə görə məşhurdur? Nəyə görə məşhurdur? Baxsaz indi diqqətən qulaq asın. Bax, o Səfirlər olan yerə baxırıq, Notre Dame olan yerə baxırıq biz. Yazıb ki, bəs these books are loved. Bunlar deyir çox sevilir. Çünki nəyə görə? Baxın, by many people for their exciting stories and interesting characters. Bəs deyir, o həyəcanlı hekayələrinə görə, belə deyək də, o həyəcanlıdır, daha fərqlidir və maraqlı xarakterlərinə görə. İndi biz bu sözü tapmalıyıq, bu ifadəni. Bu da hardadır? Əlbəttə ki, nə? A variantı. Plot sözü elə story-nin sinonimi captivating-dir. O nə indi? Interesting nə idi? Sinonimdir. Cavab nə olur? Elə A variant. Captivating cəzbedici kimdə? Deyiləsən, onun çox belə cəzbedici xarakterləri var idi. Cavab olur A variantı. Yəni sadəcə burada bizə lazım olan şey sinonim bazasının yaxşı olmasıdır. Yaxşı olandan sonra artıq sualları rahat şəkildə dinləyə bilərsiniz, həll edə bilərsiniz. 14-ə baxırıq. Exile sözü mənası sürgün, belə deyək də, olmaq deməkdir. Məsələn, A variantı deyir ki, being sent away from one's country because of nə? Political problems. Bir ölkədən, yəni bir insan göndərilir başqa ölkəyə. Niyə görə? Siyasi problemlərə görə. Həqiqətən A nə deyir? Tamamilə doğrudur uşaqlar. B-də deyir ki, evi deyir, qısa müddətdən tərk eləmək, əlaqəsi yoxdur, cəza kimi. C qısa müddətli deyir burada. C-də deyir ki, bəs kitablarda deyir, yalnızlıq haqqında ümumi tema, mənim belə deyim, mövzu əlaqəsi yoxdur. D-də deyir ki, ölkənin qərarı ki, insanları başqa ölkəyə getməsi. Əslində siz bunu deyə bilərsiniz D variantı. Sadəcə orada political söz var ya A variantında. O tamamilə açıqlayır. Həqiqətən sürgün eləmə məqsədi siyasi səbəb olur. Y-də bəs deyir, inanc, hansı inanc? Birinin deyir, dinindən ayrı düşmə inancı. Əlbəttə ki, bu nədir? Ayrı düşülmə inancı. Əlbəttə ki, nədir? Yanlış. Cavabımız nə olur? A variantı. 15-ci suala baxıram. Bax, deyir ki, Victor Hugo'nun deyir, bəs yazıçılıqdan əvvəlki peşəsi və profession sözünün mənası peşə deməkdir. Yada saxlayın. Peşəsi nə idi? Əlbəttə ki, occupation söz və bunun sinonimi occupation deyə bilərsiniz. Occupation. What's your profession? What's your occupation? What do you do? Bunlar hamısı onun peşəsini soruşur. Nə idi? Bilmirik. Yazar olduğunu bilirik. 2-də deyir ki, bəs deyir, o deyir. Hugo deyir, bəs xaricdə deyir, yəni o exile, yəni mühacirətdə, sürgündə neçə il yaşadı? Uşaqlar, bu çox gözəl sualdır. Bunu biz ilk olaraq 2013-cü ilin, 2023-cü ilin qəbulunda tanış olmuşuq. Mətnlərindən birində istifadə olunmuşdu. Buraya gəlib baxsaz, yazır ki burada, bəs in other countries for a dozen years. Dozen, indi bu düzdür, bu dozen istifadə olunduğu mətnlərdə biz öz kursumuzun mətnlərində bir neçə dəfə istifadə eləmişik, həm də qəbula düşüb. Dozen sözü mənası 12 deməkdir. Gəzər, yəni a group of 12 people. Definitionu budur. 12 nəfərlik bir qrup. İndi dozen sözü 12 mənasında istifadə olunur. Deyir ki, o başqa ölkələrdə sürgündə 12 il yaşayıb. İndi gəlir burada, suala baxıram, neçə il yaşayıb deyirsən? Deyirsən ki, 12 il. Nə qədər yaşadı? Belə deyək də, 12 il. Bu sualın cavabı var. Davam edirəm. 3-ə baxıram. Deyir ki, Hugo deyir, öz qocağı, yaşlılığını deyir,
Əksəriyyətini harda keçirib? Hansı ölkədə keçirib belə deyək, harda keçirib? Əlaqəsi yoxdur. Bilmirik. O çünki başqa ölkələrdə yaşayır. Orada açıq şəkildə vurğulanmır bir harda keçirib və ya ömrünün sonunu tam olaraq bilmirik. Orada mətndə bu vurğulanmır. 4-ə baxıram, hansı ölkələr deyir? Bəs o belə deyək də, poemalarını göstərmək üçün hansı ölkələrə gedib? To pay a visit ifadəsi var. Səyahət etmək demək. Travel'ın sinonimidir. Hansı ölkələrə gedib? Bilmirik. Mətndə elə bir şey yoxdur. Ölkə adı yoxdur ən azından. Çünki which country istəyəndə ölkəni açmalı uşaqlar. What country istəyir? Which country istəyəndə daha da spesifik olmalıdır. Daha da daxilə girməlidir mütləq şəkildə. Yəni girməsə nədir? Yanlışdır. 5-ə baxıram. Deyir, nə üçün deyir? Öz deyir ölkəsini bax abandoned-dır, forsake-dir. Bunlar bunun sinonimləridir. Leave-dir. Bunlar hamısı nədir? Sinonimdir. Abandon, forsake. Deyir, nə üçün deyir onu məcbur edədilər ki, ölkəsi tərk eləsin. Orada uşaqlar cümlənin olduğu kimi yazır ki, bəs onu ölkədən nə etmişlər? Məcbur eləmişdilər. Məcbur eləmişdilər. Çünki nə etmirdilər? As, bax, leave-in sinonimi nədir burada? Abandon orada göstəriblər. Çünki onun ideyalarını xoşlamırdılar. Yəni as-in nə mənası var? Çünki. Elə videonun ən əvvəlində dedim. As-dir, because-dur, since-dir. Nə mənası var? Çünki mənası var. Cavabım nə olur? 2 və 5 düzgün cavabdır. Keçək 16-cı suala. 16-cı sualda bizdən əvəziyə aid bir belə deyək də, əvəzi bölməsinə aid qrammatik sualdır. Burada tələbə nə etməlidir? Düzdür, burada tərcümədə daha çox istifadə olunur. Dim zaten son illərdə sualların daha çox, yəni 2 sualın ən azı 2 variantı tərcümələrindən saxlayır qrammatikanı belə. Ona görə tələbə hər tərəfli diqqətli olmalıdır. Məsəl üçün burada tələbə nə edə bilər? Bu no sözünü görürsüz burada. Baxın, yadda saxlayın. No'dur, saçdır, sonra azədir, ever'dir. Bu dimin qrammatikasında bunlardan sonra isim 100% gəlməlidir. No'dan sonra isim olmalıdır uşaqlar. İsimsiz no yoxdur. Yadda saxlayan. Bunlar hamısına diqqət edirsiniz. Baxırsan bura, bu diqqət edirsiniz bu məsələyə. Sonra baxırsınız nan məsələsinə amma. Nandan sonra isə yadda saxlayın. Heç bir şəkildə nan elota bərabərdir və qrammatik baxımdan belə deyək də. Yəni məna baxımından yox ha, qrammatik baxımdan. Və nandan sonra heç bir şəkildə of, yəni mütləq şəkildə gəlməlidir. İsmin gəlməsi üçün of gəlməlidir. İndi isim sayıla bilən cəm də ola bilər, sayıla bilməyən də ola bilər. Bu əlbəttə ki, sonra mövzusudur. Amma nandan sonra birbaşa sən isim yaza bilməzsən. Yəni burada car sözü isimdir deyə nandan sonra isim yaza bilmirsən. Deyə ona görə nə olur? Yanlış olur. Həmçinin burada driver sözü özü isimdir. Biz demişdik, törəmə vəzifələrinin 3 dənə qaydası var. Bunlardan sonra isim gələ bilməz, bunlardan sonra of gələ bilməz, bunlardan sonra xəbər təkdə olur. Və törəmə vəzifələrindən sonra adətən xəbər yox, belə ümumiyyətlə nick olaraq isim istifadə olunur. Məsələn deyirəm ki, I saw something interesting, məsəl üçün deyirəm. D ona görə səhvdir. Sonra burada başqa cür nə edə bilərəm mən? Baxıram görəm artıq da, baxıram boss'dan sonra hamısından sonra cəmsim gəlib. No'dan sonra cəmsim gələ bilər, bir problem yoxdur. İkinci hissəyə baxıram, driver is'dən sonra gələ bilər, is'dən sonra da neither'dan sonra gələ bilər, ever'dən sonra da. Hamısı düzdür. Deməli nə etməliyik biz? Keçirsən tərcüməyə. Amma bir dənə də baxırsan bura bata. Bat nə deməkdir? Bat amma deməkdir. Batın yadda saxlayın. Bir tərəfi təsdiq olanda bir tərəfi inkar olur. Və ya bir tərəfi müsbət olanda bir tərəfi mənfi olur. Çünki bəzən elə cümlələr ola bilər ki, heç bir tərəfinə inkar olmasın, amma bir tərəf müsbət olsun, bir tərəf nə olsun? Mənfi. Məna baxımdan deyirəm. İndi baxıram uşaqlar, baxıram görəm ki, bu cümlədə mən elə bir şey yazmalıyam. Bax, burada müsbət olsa, burada mənfi olmalıdır. Burada mənfi olsa, burada müsbət olmalıdır. Bax, baxıram either sözü özü ikisindən biri deməkdir. Both hər ikisi. Bunların ikisi də müsbət getdi. Each hər bir deməkdir. Both hər ikisi müsbət getdi. Neither ikisi nədir? Bir neither ikisindən biri heç biri deməkdir. Both hər ikisi. Okay. Bu qalsın. Bir müsbət, bir mənfidir. Every hər bir deməkdir. No heç bir deməkdir. Bu da qalsın. Bir müsbət, bir mənfidir. Okay, indi gəlir tərcümə. Deyir ki, mən deyir. I saw, mən deyir bu səhər bir dənə nə gördüm? Qəza gördüm. Xoşbəxtlikdən deyir, indi uşaqlar. Bax, bura mən əgər every yazsam, deyir, hər deyir, sürücü yaralanmışdı. Uyğun gəlmir. Bax, niyə görə? Yəni, hər bir sürücü xoşbəxtlikdən yaralanmışdı cümləsi uyğun gəlmir axı. Sən xoşbəxtlikdən sözündən sonra müsbət bir şey yazmalısan. Bu yaralanmışdı, özü zaten mənfidir. Riyaziyyatda da mənfi yanı mənfi gətirirsən, nə edir? Olur müsbət. Yəni deyirsən heç bir
Sürücü yaralanmışdı, amma hər iki maşın nə etmişdi? Zədələnmişdi, dağıdılmışdı, pis günə düşmüşdü, belə deyək də. Cavabı nə olur? C variantı. Yəni görürsüz, artıq 2 dənə varianta gəlib çıxanda nə olur? Sən qaydanı standart şəkildə, yəni tərcüməni tətbiq edirsən. 17-yə baxırıq. 17 bizim söz bazamızı yoxlamaq üçün nəzərdə tutulan bir testdir. Baxın, yenə baxdı görürsüz burada. Ümumiyyətlə bu logical testlərində, söz bazalı testlərdə bir dənə baxsaz, gedib bax, ya 4 dənə cavab müsbət olur, bir dənəsi mənfi, ya 4 dənəsi mənfi olur, bir dənəsi müsbət. Və yadda saxlayın, həmişə yəni biri olan cavab nə olur? Düzgün cavab olur. Bax, məsəl üçün gəlin bir dənə yuxarıdakı cümləyə baxmadan aşağıdakı sözlərə baxaq. Məsələn, mention bəhs etmək deməkdir, müsbət bir sözdür. Request xahiş belə deyək, xahiş etmək, istək göndərmək kimi deyə bilərsən. Okay, müsbətdir. Memorize yadda saxlamaq deməkdir, əzbərləmək deməkdir, müsbətdir. Remember xatırlamaq deməkdir, müsbətdir. Refuse geri çevirmək deməkdir. Bax, nə olur? Mənfi. İndi gəlin baxaq. Deyir ki, onun dostları ona deyir, həkimə görməyə, həkimə getmək deyir, məsləhəti verdilər. O baş ağrısı haqqındadır, baş ağrısına görə. Amma o nədir? Onlara qulaq asmağı geri çevirdi. Refuse'dur, rejectdir. Bunlar bir-biri nə idi? Sinonimidir. Cavabı nə olur? B variantı. Yəni belə də çıxa bilərsiniz. 18-ci suala baxıram. Sinsin qaydasını standart şəkildə biz çox istifadə etmişik. Bir dənə düstur yazıram, yada saxlayırsınız. Ümumiyyətlə sins yeganə zaman bağlayıcısı kim deyək ki, yəni zaman sözü kim deyək ki, bəs uzlaşma pozulur. Nətər uzlaşma pozulur? Əlbəttə ki, cümlə zaman budaq cümləsindən gedir. Biz bilirik ki, tamamlıq budaq cümləsində zaten uzlaşma pozula bilər. Baxın, sins sözü özü zaman budaq cümləsi istifadə olunur. Sinsdən sonra bir dənə zaman gələ bilər uşaqlar. Bu nədir? Keçmiş sadə. Yada saxlayın. Sinsdən əvvəl 4 dənə zaman gəlir. Yaxın bax, keçmiş bitmiş gələcək ya. Keçmiş bitmiş. Ya indiki bitmiş gələcək, ya da bunların davam edicisi. Yəni keçmiş, bitmiş, davam edici, ya da indiki, bitmiş nə? Davam edici. Yəni have been doing, had been doing, məsəl üçün has been doing. Bir dənə bu qaydanı yadda saxlayın ki, sinsdə uzlaşmaya baxmırsınız. Yəni mən sinsi görən kimi burada keçmiş, burada indiki söhbəti eləmirəm heç vaxt. Yadda saxlayın bunu. Elə bir söhbət yoxdur. Sinsdə indiklə keçmiş uzlaşa bilər. Zaten gedin bir dənə baxın, sins əgər tək istifadə olunubsa, və məsələn belə bir cümlə kimi istifadə olunubsa, 99% cavablarda bir tərəf indikdir, çıxır, bir tərəf keçmiş sadə. Əgər baş cümlə, bir dənə bu qavana baş cümlə artırsam mən, həmin cümlə keçmişdə yazsam, o zaman sinsdən əvvəlki söz keçmişə keçir, yəni keçmiş bitmişə keçir. Yəni qalan hallarda indiki bitmişdə istifadə olunur. Bunu yadda saxlayın. İndi tələbə burada nəyə diqqət edir? Tələbə baxır, sinsdən sonra deyirəm keçmiş sadə gəlməlidir. Baxıram, görürəm burada had been left, keçmiş bitmişin məchuludur, getdi. Has left, indiki bitmişdir. Had left, keçmiş bitmişdir. İndi sinsdən əvvəl nə gəlməlidir? Ya indiki bitmiş, ya keçmiş bitmiş, ya da davam edici. Baxıram, görürəm, ikisi də nədir? İndiki bitmişdir. İndi əlbəttə ki, news sözü salə bilmən isimdir və biz bilirik ki, salə bilmən isimlərin xəbəri həmişə nə olur? Təkdə olur, yəni cəmdə ola bilməz, yəni have ola bilməz. Cavabı nə olur avtomat olaraq? D variantı. Sadəcə bir dənə düsturunu həll edə bilərsiniz. Ümumiyyətlə, zamanların 6 dənə düsturu var. Onlara standart şəkildə yazılıb, yəni 6 dənə düsturdur. Ən çox qəbula düşən, yəni bütün suallarda bundan düşür. Birinci qəbulda da bundan düşmüşdü, 2023-də də bu düstur var idi, 6 dənə düsturdan biri və 6 məşhur düsturdan biridir. Əvvəlki 2018-dən bu yana bütün qəbullarda, hətta ondan əvvəldəki zaman suallarda həmin düsturlardan çıxara bilərsiniz. 6 dənə məşhur düsturdur. O düsturla rahat şəkildə zaman suallarını edə bilərsiniz, yaxınlaşa bilərsiniz. Keçəm 19-a. 19-cu sual elə birinci qəbulda da bu tipli bir belə deyək də test istifadə olunmuşdu. Qısa cavablar mövzusuna aiddir. Ümumiyyətlə bu dərsi mən qısa şəkildə sizə desəm uşaqlar. Ümumiyyətlə əndin məsələsi nədən ibarətdir? Bax, yada saxlayın. Biz bir cümləyə cavab veririk. Əgər cümlə təsdiqdədirsə, ona mən təsdiqlə cavab verirəm. İnkardadırsa, inkarla cavab verirəm. İndi tələbə burada nəyə diqqət etməlidir? And olanda müsbətə müsbət, mənfiyə mənfi olur. But olanda müsbətə mənfi, mənfiyə nə olur? Müsbət olur. Yəni əks olur. İndi mənə diqqətlə qulaq asırsınız. Baxın, bu tip sualı işləmək üçün birinci tələbə nə etməlidir? İnkarı və ya təsdiqi tapmalıdır cümlədə. Bax, inkar və ya təsdiq tapılmalıdır. Baxıram, görürəm cümlə inkardadır. Bax, inkardadsa 3 dənə şeydən istifadə edə bilərsən. Bir neither'dır, bir nor'dur. Əlbəttə, bunlar bir-birinin uşaqlar. Fərqli şeylər daha burada. Bağlayıcı kimi deyil də. Yəni, neither bağlayıcı kimi deyil. Bunlar fərqli bir şeydir. Bir də nə var? Bir də not plus ya da inkar plus either də deyə bilərsən. Either. Bax, inkara bunların üçündən cavab verirsən.
Təsdiqli olan isə to-dur, also-dur, so-dur, bir də as well-dir. Hamısı həmçinin deməkdir. Bax, bunlarla cavab verirsən. İndi gəlin birinci baxdıq. Təsdiq inkarını tapaq. Görək cümlə inkardadır. Deməli bunlardan biri olmalıdır. Yəni məsəl üçün orada so ola bilməz. D səhvdir. Sonra orada məsəl üçün baxıram başqa variant varmı? To olsun. Yoxdur. Bu qaldı. Sonra ikinci məsələ nədir? İkinci məsələ odur ki, cümləni bax bu cümləni və öz-özünə sual verməlisən ki, bu cümləni mən hansı köməkçi fe'llə niyə çevirirəm? Suala çevirirəm. İndi baxın ən böyük məsələlərdən biri budur. Tələbələr burada çox səhv edirlər. İndi bunu mən qısaltsam. Baxın uşaqlar, bax have-dir, has-dir, had-dir. Bunların ortaq bir dənə xüsusiyyəti var. İndi bax, bunları siz modal fe'l kimi istifadə edə bilərsiniz. Yəni to gələndə yanında, əsas fe'l kimi, bir də bitmiş zamanlarda köməkçi fe'l kimi. Bəs mən nə zaman bunların özünlə sual verəcəm, nə zaman bunların özünlə yox, do-la, does-la, did-lə sual verəcəm. Ümumiyyətlə bir dənə yada saxlayın. Bax, having, has-in, had-in yada saxlayın. Sualını, inkarını özünlə düzəltməyiniz üçün, yəni sualda have-i qabağa keçirməyiniz üçün, inkarda da have-dən, has-dən, had-dən sonra not yazmağınız üçün onun yanında fe'lin üçüncü forması olmalıdır. Bunu bir dənə yada saxlayın. Başqa bax bir dənə baxın görün burada have-in yanında V3 varmı? Participle to. Yoxdur. Deməli mən have-in özünlə sualını verə bilmərəm və ya inkarı düzəldəndə artıq have-ə not artıra bilmərəm. Ona görə məsəl üçün biz deyirik ki, ingiliscə haven't to, hasn't to, hadn't to deyə bir şey yoxdur. Və ya deyirik ki, I have a car cümləsini mən inkara çevirəndə I have not a car deyə bilmirəm. Niyə görə? Çünki have-in yanında V3 yoxdur. V3 olmayanda özünlə verə bilmirəm. Do-nu, does-ı, did-i çağırmalıyam. Yəni demək istədiyim budur. Have-in yanında V3 olanda özünlə hərəkət eləyə bilərsən. Əgər have-in yanında V3 olanda uşaqlar, bax V3 olanda have orada köməkçi olur, V3 olur əsas. Köməkçi özü olduğu üçün artıq sualın inkarını özü düzəldir. Do-ya, does-a, did-ə ehtiyacı yoxdur. İndi burada have təkdir, V3-ü yoxdur. Deməli, sən nə etməlisən? Do-nu, does-ı, did-i çağırmalısan. Yəni have-in özündən aşağıda bir şey yaza bilməzsən. Aşağıda harda have varsa yeyirsən, çıxırsan. Bəs indi bunların düsturu da var da özünün. Düsturda budur ki, bax məsələn Naize'də qayda belədir. Belə gəlməli, Naize gəlməlidir. Sonra köməkçi fe'l gəlməlidir. Yuxarıda cümlədə olan köməkçi fe'l. Sonra gəlməlidir mübtəda. Norda da eyni qaydadır. Gəlməlidir köməkçi fe'l. Sonra gəlməlidir nə? Mübtəda. Aize'də belədir qayda. Mübtəda gəlir, yəni bu əksi. Plus gəlir köməkçi fe'l. Plus gəlir not. Plus gəlir nə? Aydır. Və düstur budur. Cavabı belə verirsən yuxarıdakı cümləyə. İndi bu cümləni mən 3 cür şəkildə cavab verə bilərəm. 1. Baxın uşaqlar, bir dənə fikir verirsəz, hamısında köməkçi fe'l ortadadır. Bax görürsünüzmü? Ya mübtəda əvvələ keçir, bir dənə fikir versəz. Bax ya mübtəda əvvələ keçib, ya da mübtəda sona keçib. Amma mübtəda heç vaxt ortada deyil. Ona görə Naize, they do da səhvdir. Çıxdınızmı? Sonra qalır nə? A-nın nə variantı? C variantı qalır. İndi mən C variantı zaten çıxmışam. Çünki yuxarıdakı have sözü uşaqlar. Have sözünün köməkçi fe'li nədir? Do-dur. İndi bu mübtədaya görə dəyişir. Əgər aşağıda məsəl üçün mən Z yazsaydım, do olasıdır. She yazsaydım nə olasıydı? Does olasıydı. He yazsaydım does olasıydı. Bir buna görə səhvdir. Bir də baxın mən deyirəm ki, mübtəda gəlməlidir düstura əsasən, Naizənin sonunda. Amma burada tamamlıq gəlir. Nə gəlməlidir? Mübtəda. Hansı variant qalır? A variantı. Mən A variantını belə də deyə bilərəm, bax. Nor do they də deyə bilərəm. Ya da belə deyə bilərəm, bax. They don't either. Yəni bax, they mübtəda, o belə do köməkçi fe'li, not, do not, either-də cümləni eləmişəm, sonuna yazmışam. Yəni bunu yadda saxlayın. Bax, heç vaxt mübtəda ortada gəlmir qısa cavablarda. Məsələn, so do I deyirsən, so do I. Ya da deyirsən ki, I do as well. Bax, gördünüzmü yenə? Ya I qabağa keçdi, ya da I cümlənin sonuna keçdi. Ortada ola bilməz. Düsturu budur. Köməkçi fe'l ortada olmalıdır. Yəni, yenə təkrarlayıram. 19 tipli suallar yazmaq üçün 2 dənə qayda bilmək lazım. 1. Təsdiqə nə ilə cavab verirsən? 2. İnkara nə ilə cavab verirsən? Bunu tapdın mı? Sonra növbəti olaraq da artıq yuxarı cümləyə baxmalısan ki, bax məsəl üçün mən bu cümləyə hansı köməkçi fe'llə sual verirəm. Məsəl üçün deyirəm ki, I have to speak English. Mən ingiliscə danışmalıyam. Bax bilirəm ki, have-in yanında V3 olanda have-in özünə verirəm də. Görürəm bax to var orada. Deməli nəyi çağırmalıyam? Do-nu çağırmalıyam. Deməli aşağıda köməkçi fe'l nə olacaq? Do olacaq. Ya da deyirəm I have a car. Bax görürəm yanında V3 yoxdur. Deməli have əsas fe'ldir. Əsas fe'l olan nəyi çağırırsan yenə? Do-nu çağırırsan. Yəni bu məsələlərə diqqət etmək lazımdır. Cavabımız nə olur?
A variantı. Keçəm 20 tipli suallara. Ümumiyyətlə 20 tipli suallarda gənclər bir neçə qaydamız var bizim. Bir dənə bura qeyd edeyim onu. Siz də özünüzdə təxmin olaraq qeyd edin. Birinci məsələmiz nədir? Bax, birinci məsələmiz. Yada saxlayın, dırnaqla başlayan, dırnaqla hekayə başlamaz. Hekayə başlamır. Bu kimisə quote-u, kimisə bir belə deyək də, atalar sözü olub deyəndə bir başlaya bilər. Sonda yazır ki, said deyib elə başlaya bilər. O da çox az istifadə olunur dildə. Başlamır. Yəni dırnaqla başlayan bir cümlənin hekayə başlamaz. 2. Yada saxlayın, he-dir, she-dir, they-dir. Bax bunlar. Bunlarla da we də deyə bilərsən burada, we. Bax bu şəxs əvəzliklərlə hekayə başlamır. Yəni bu şəxs əvəzliyi olsa cümlədə hekayə başlamaz. Niyə görə? Çünki sən bunların kim olduğunu bilmirsən. Bunlardan əvvəl gələn cümlə də bunları təqdim eləməz. Məsəl üçün deyirəm ki, she's a smart girl. Deyirəm o nədir? Ağlı qızdır. She kimdir orada bilmirsən axı. Belə bir cümlə deyirəm. Deyirəm ki, məsələn deyək ki, I can listen to, məsəl üçün deyirəm ki, Hülya many times deyirəm. Çox belə deyək də, nə qədər istəsən qulaq asa bilərəm də, kifayət qədər qulaq asa bilərəm. Sonra she is a smart girl. O deyir nədir? Ağıllı qızdır. Bu görürsən, she orada nəyə əvəzləyib? Hülyanı əvəzləyib. Sonra üçüncü qayda, bir də bu nəyə diqqət edin uşaqlar? Məsələn, birinci cümlədə bunların obyekt əvəzliyi də olsa səhvdir. Məsələn, him olsa, her olsa, them olsa, us olsa, bunlar da səhvdir. Çünki bunların kim olduğunu bilmirsən yenə. Və ya bunların yəli əvəzlikləri. Əlbəttə ki, o aslı olanlar my'dır, her'dir, his'dir, our'dır, our'dir. Bunlar olsa da səhvdir. Çünki kim olduğunu bilmirsən. Üçüncü qayda, həmişə yadda saxlayın burada. Həmişə çalışın zaman bildirən sözlə başlayın uşaqlar. Zaman bildirən söz. Yəni bizim qaydamız nədir? Azərbaycan hekayələrdə belə də biri var idi, biri yox idi, bir zamanlar belə başlayır adətən, amma yenə diqqətli olmaq lazımdır. Dırnağı açıb dırnağı bağlamasına diqqət edin uşaqlar. Bir dəfə də bu düşmüşdü. Bax, dırnağı məsəl üçün bir cümlədə aça bilər. Məsələn 3-dən sonra 3-də dırnağı açır, 6-da dırnağı bağlaya bilər. Bu deməkdir ki, 3-dən sonra nə gəlməlidir? 6 gəlməlidir. Sonra əsas qayda nədir? Sualın cavabını tapın, çalışın. Cavabını tapın ki, onu kənarda yazın. Məsəl üçün 3-də sual verib, 2-də cavabını verir. Məsələn, burada necə tapırsınız? Məsəl üçün deyirəm ki, do you have a car? Sənin maşının varmı? O da deyir ki, yes I do. Yəni hansı köməkçi feillə sual verirsənsə, onun cavabını verirsən. Buna da baxırsınız, buna diqqət edirsiniz. Bir də həmişə yadda saxlayın bax. Bu said sözüdür, saiddir, nə mən askdır, nə mən replieddir, cavab vermək, answerdir. Bu sözlər tolddur, nə mən bunların hamısından sonra yəni demək. Hamısından sonra dırnaqla başlayan bir cümlə gəlməlidir. Niyə görə? Bunlar özləri bir ifadə, yəni fikir bildirmə, kimsələ bir fikir bildirir uşaqlar. Bir cümlə fikir bildirir ya da sual soruşur. Kimisə fikri gəlir artıq da. İngilislər də o fikri nəyə yazırlar? Dırnaqların içində yazırlar. Yəni bu qaydaları siz düzdür, əlbəttə bu tip testləri siz nə etməlisiniz? Tərcüməni rahat şəkildə tapa bilərsiniz. Amma bəzən həqiqətən bu qaydalar da kömək edir. Yəni ən azı 2-3 dənə variantı çıxa bilərsiniz bu qaydalarla. Gəlin baxaq suallara. Məsəl üçün One deyib burada gözəldir, əladır. Ümumiyyətlə bu tip suallarda gəlin, işləmə qaydası budur. Birinci baxın hansı rəqəmlər var. 2, 4, 1. 2 ilə başlaya bilərəm, 4 ilə 1 ilə. Mən heç vaxt 4 ilə başlaya bilmərəm. Çünki burada nə var? He var. C getdi. 1 ilə də başlaya bilmərəm. Niyə görə? Çünki burada he var. Getdi. Düz zaman bildirən söz var, amma şəxs əvəzliyi də var. Ona diqqət etmək lazımdır. Cavabım nə qaldı? Ya A deyə nədir? D variantı. İndi nə edirsən bax? Bax deyir ki, on what day shall I die? Mən deyir nə vaxt öləcəm deyir. O da nə qayda cavab verir? Deyir ki, sən deyir belə deyək də, ona sual verir. Mən deyir hansı gündə öləcəm? Öləcəm. İndi o da nə edir? Bəs onun cavabı 3-dən sonra nə gətirirsən? 7-ni gətirirsən. O da cavab verir ki, bəs deyir, sən deyir bir dənə bayram günü öləsən. Deməli 3-dən sonra 7 gəlməli. Baxıram görəm ikisində də o nədir? O vurğulanıb. Gözəl. İndi 2-dən sonra gələnə baxmalıyıq biz. 2-dən sonra 1 gəlir, bir də 4 gəlir. Baxın 4-ə baxıram, 1-ə baxıram. Deməli tələbələr burada səhvləyirlər uşaqlar. Götürürlər birinci burada bir yazılır. Düz deyib, biri sən yaza bilərsən. Amma sən birinci onu eləməlisən, adamı təqdim eləməlisən bizə. Çünki he was a cruel king var ya, o deyir qəddar şah idi, padşah idi.
Bax, bunu sən birinci padşahı bizə təqdim eləməlisən ki, kim gedir o, belə deyək də, falçıya. Deyir ki, o deyir çox qəddar biridir, qəddar biridir. Sonra gəlir nə? Bir gün deyir, o deyir, hara gedir deyir. Bəs gedir şeyə, falçıya gedir, belə deyək də, yəni gələcəyə deyənə gedir. Və gedir 2 4 1, sonra gəlir 3. Deyir ki, mən deyim nə vaxt deyir? Bax soruşur. Askı görürsünüz uşaqlar? Askdan sonra dırnaqla gələn bir cümlə gəlməlidir. Bax, görürsünüzmü? Birdən sonra gəlib 3 gəlib. İndi sən burada baxsan, yəni diqqətlə baxsan, burada amma birdən sonra 3 gəlmir, fikir versəz. Görürsünüzmü? Bax, bu qaydanı tapmalısınız. Bax, askı gördünüz burada. Birdən sonra gəlir 3 gəlir. Və yaxud dediyim qaydada askdan sonra gələn cümlə nə olmalıdır? Dırnaqda olmalıdır. Cavabımız zaten inir. Standart şəkildə D variantı qalır. Görürsünüz, siz fərqli qaydaları gətirib standart şəkildə tətbiq edə bilərsiniz. Sadəcə biraz diqqətli olmaq lazımdır. Bir də cümlələrə hər tərəfli baxmaq lazımdır. Elə suallar var ki, hətta sən buradakı qaydaları tətbiq edərək taqqadan cavabı birbaşa çıxara bilərsən yəni. Məsəl üçün bu birinci dəfə qəbula düşüb zaten. Orada da bəzi suallar həddindən artıq nə idi? Asan idi. Məsələn, 2025-ci ilin birinci qəbuluna düşən həmin sual da çox asan idi. Bu qaydalarla 3 dənə variant rahat şəkildə çıxırdın. İkisi də uyğunluqla yəni cavaba tapırdın. Bu qədər sadə. Çətin bir şey yoxdur. İndi isə gəlin dinləmə suallarını transkripti ilə birgə yenə nəzərdən keçirək və dinləməyə yenidən bir dəfə bir yerdə dinləyək. Perhaps you would like to tell me in your own... Good morning, Miss White. Please take a seat. Thank you. I've analyzed your application form in detail. Perhaps you would like to tell me in your own words why you would like to study at this college. It appears to me that the courses offered are the ones most suitable for my interests. I am keen to pursue a career in the sciences, but I would also like to continue my language studies. The biology with French course seems to offer me just that. What's more, it's the only course that offers biology in French. Other courses keep this area separate, but to be able to study the sciences through the medium of another language will be a wonderful opportunity. And how do you think you might get on with that? Well, I should imagine it won't be easy, especially at first. There will be a lot of new vocabulary to acquire at the beginning, I'm sure. And to learn new things in a language that is not your mother tongue will always provide challenges. However, I'm confident that I can rise to the challenge and I'll do extra work if necessary to achieve the level I need. Indeed. What do you currently do to practice French outside of your school studies? I have conversation classes with Veronique, a French teacher who lives in my town. And I have a pen friend, Helen, who I correspond with and who I am visiting again this summer. We have been friends for a few years now, and I know her family really well. They always speak French to me, even though their English is really good. I see. Okey, keçirik dinləmə suallarına. Birgə nəzər salaq. Ümumiyyətlə, belə deyək, dinləmə sualını nəzər edərkən mütləq şəkildə bütün cavablara və bütün suallara diqqət etmək lazımdır ki, hansısa sözü deyəndə sən rahat şəkildə gedib oradan çıxarda bilərsən, belə deyək. Və həmişə sifətlərdir, inkarlardır, rəqəmlər, bunlar həmişə bir ağlınızda olsun. Keçək birinci suala, bizdən doğru fikir istəyir. Baxın, deyir ki, Mr. White deyir, bəs deyir, heç deyir, xarici bilmir deyir. Əlaqəsi yox, nədir? Yanlışdır. B variantı deyir ki, Mr. White is willing to study computer science in France. Amma orada biology olmalıdır, yəni biologiya öyrənmək istəyir. O, kompüter elmini öyrənmək istəmir. Ona görə B nədir? Willing to, həvəsli olmaq deməkdir. Keen, onun sinonimidir və ya belə deyək, unreluctant-ın nə idi? Sinonimidir. There are many courses. Deyir ki, çoxlu kurslar var ki, deyir, biologiyanı deyir, fransız dilinə təklif edir. Orada deyir ki, bir dənə deyir, bu kurs deyir, only bu, qalanlar separate təşkil edir. O bir dənədir, bu kurs bir dənədir, o da ona yazılacaq. Yəni, fransız dilini, biologiyanı da fransız dilə keçirir, belə deyək. Meni yox, bir dənədir, ona görə səhvdir. D variantı deyir, qışda yox, orada summer deyirdi, yayda olmalı idi, ona görə yanlışdır. Y-də olduğu kimi bu cümləni deyir ki, həqiqətən o elmdə, science-də keen on nə deməkdir? Keen to, keen on. Həvəslidir deyir. Yəni, davam etmək neyinir?
istəyir öz karyerasını. Cavab olur nə? Y variantı. İkinci sualı siz bu cümləni yadda saxlayırsınız, diqqətlə qulaq asırsınız. Çünki davamlı orada deyir. Bax deyir ki, o deyir ki, kurs deyir mənim üçün biraz çətin ola bilər deyir. Çünki deyir, çünki. Çünki deyir mən deyir yeni deyir sözlər öyrənə bilərəm deyir. Additional words var idi orada. Yəni yeni sözlər var idi. Ekstra sözlər var idi. Baxın, çünki görə due to nə deməkdir? Görə deməkdir. A large number of nə? New words, yeni words. Vocabulary-yə görə o narahat idi də. Çünki biologiyanın fransız dili öyrənəsi idi və biologiyanın özündə də çoxlu söz var. Elmi söz. Həm də fransız dili olan, yad olan bir dildir. Cavabımız nə olur? B variantı. Baxıram üçüncü suala. Hansı sualın cavabı var deyəndə, baxın diqqətlə qulaq asın. Mütləq şəkildə siz var, bax o sual sözlərin altına xətt çəkin ki, sizdən nəyi gözləyəcək, bax, sizdən nəyi gözləyir. Baxın, məsələn, deyir ki, what other science courses, hansı deyir, kursları deyir, belə təklif olunur fransız dilində. Bilmir yadı, yoxdur. Adları bir deməlidir, yoxdur, qulağın gözləməlidir cavabı. Deyir ki, nə üçün deyir? Mr. Confident is not deyir. Confident deyil deyir. Amma orada deyir confident, yəni özündən əmindir, özgüvəni var. Səhvdir. C variant, bax, D-yə baxıram. Başqa hansı dillər deyir, dil kursları deyir. Təklif olunur o şeydə, kollecdə. Xəbərimiz yoxdur, deyilmir. Bax, dil kursları deyəndə baxmalısan, qulağını axtarmalıdır sən. Yoxdur. Bir var ki, qulağın nəsə gözləsin, o şeydən, bir dənə şeyə gözləsin. Bir də var ki, oturub qulaq asasın. Əlbəttə ki, altına xətt çəkəndən sonra artıq daha qulağın nə isə gözləyirsən. Ona görə D də səhvdir. Y-də deyir ki, bəs hansıdır ekstra işi deyir, eləməyə hazırlaşır. Orada deyir ki, uşaqlar, ekstra işi eləyəcəm deyir. Lazım gəlsə eləyəcəm. Amma hansılar yoxdur. Daha da spesifik olmalıdır. Daha da daxilə girməlidir. Ona görə Y də səhvdir. Hansı yollarla deyir istifadə edir? Uşaqlar o həm müəllimlə danışır, həm də bir dənə o pen qələm dostu var. Helen idi səhv eləmirəmsə, onunla danışır. Yəni bu yollardan istifadə. Onlarla müzakirə edir, onlarla mesajlaşır, onlarla yazışır, danışır. Bunlar hamısı nədir? Özü metodlar və yollardır. Davam edirəm. Dördüncü sualda bizdən doğru fikir soruşur. A variantında deyir ki, White deyir, fransız dilini məhz ekstra klasslarla öyrənir. Həqiqətən deyir ki, o fransız dil müəllimindən deyir, əlavə, bax, klasslar eləyəcəm deyir. Yəni, mən fransız dil müəllimindən əlavə yazışmalar, danışmalar olası, dərslər olasıdır. Dostuna əlavə özlərinin conversation olası, dərslər olasıdır. Cavab olur A variantı. B-də deyir ki, bəs dil öyrənmək istəmir, boş söhbətdir, deyir ki, davam etmək istəyirəm. C-də deyir ki, öz Mr. White'ın deyir, dostu var, townda yaşayır, bu müəllim olmayı, dostu deyildi bu cavabına görə səhvdir. D variantında deyir ki, ingiliscə deyir, yaxşı danışa bilmir, amma orada deyir ki, baxmayaraq ki, onlar ingiliscə yaxşı danışırlar deyir. Amma məndən deyir, fransız dilə kontakt qururlar. Nəyə görə? Bunu öyrətmək üçün də. Ona görə səhvdir. Y-də deyir ki, bəs o müəllimdən dərs verir, Fransada yaşayan yox, öz şəhərində yaşayan, beləyək də, öz küçədə desək, district, kasaba deyirlər, onun kimi. Orada yaşayan insandan, müəllimdən götürür, yox, öz on her town olmalı idi, Fransız olmalı deyildi. Ona görə cavab nə olur? A variantı. Keçən 5-ci suala, bəs deyir, ən başda deyir, bax bunu, ən başda deyir ki, bəs niyə görə sən bu kollecdə deyir, təhsil almaq istəyirsən? Orada deyir ki, çünki burada təklif olunan şeylər mənim üçün nədir? Mənim studilərim üçün uyğundur. Yəni, onda səbəbini sonra açıqlayır ki, fransız dilini biologiyada təklif edirlər mənə. Biologiyanın fransız dilini daha doğrusu. Bu da mənə nədir? Uyğundur. Appropriate sözü, suitable sözü, bunlar hamısı nədir? Uyğun, proper sözü, hamısı uyğun kimi tərcümə olunur. Ümid edirəm izah sizin üçün faydalı oldu. Növbəti izahlarda inşallah görüşənə qədər.